15 yanvar tarixində, yəni həftənin 4-cü günündə günə ayın Oxatan bürcündə davam edən hərəkəti ilə başladığımız üçün bugün flört münasibətinizdə sürətli yaxınlaşma və ani mesajlaşmalar yaşanıla bilər və bir tərəfdən də sevgi münasibətinizdə səmimiyyət ön planda olacaq. Baskı və qısıtlanma hissi yaşadığınız sevgi münasibətinizdə və ikili münasibətlərinizdə bugün biraz səbirsizlik yaşanıla bilər. Eyni zamanda sevdiyiniz insanla birlikdə plan qurmaq, səyahət planı etmək və gələcəyinizlə əlaqədar söhbətlər edə bilərsiniz. Karyera və iş həyatınızda yeni fikirlər və gələcək mərkəzli planlar bugün sizin gündəminizdə yer ala bilər. Eyni zamanda rutin işlərdən bugün biraz sıxıla bilərsiniz və bir tərəfdən də iş həyatınızda müdirlərinizlə və otorite fiqurları ilə ünsiyyətdə daha açıq sözlü ola bilərsiniz. Diqqətli olmağa çalışın. Təhsil, səyahət və şəxsi inkişafınıza daha çox maliyyə xərcləmələri bugün edə bilərsiniz. Maliyyə ilə əlaqəli mövzularda bugün çox gözəl şans və fürsətlər var. Sadəcə detalları gözdən qaçırmamağa bugün diqqət edin. Ailə həyatınızda isə uzun müddətdir danışılmayan mövzular bugün açıq bir şəkildə danışıla bilər. Eyni zamanda sosial çevrənizdə hərəkətli yaşanıla bilər. Dəvətlərdə və dərnəklərdə iştirak edə bilərsiniz bugün.